Geçen gün bir kızımızla danışıram. Mənə deyir ki, hocam, Türkiyədən. Deyir, hocam, mən artıq heç kimə lazım deyiləm. Həyatdan da demək istəmirəm, həyatdan qopmaq istəyirəm. Belə bir planım var. Ona bu cümləyi qurdum. Dedim ki, heç kimə lazım olmadığını düşünürsən ki, bunu sən düşünürsən. Elə bir şey mümkün deyil. Ən qəddar insana belə qibtə edənlər var. Nə deyirsən? Yəni belə bir şey mümkün deyil. Sadəcə biz özümüzü inandırırıq. Bunu niyə rahat bir şəkildə, saçıma baxın. Bunu niyə rahat bir şəkildə deyirəm? Çünki o insanlardan, illər əvvəl o insanlardan biri də mən idim. Heç kimə lazım deyirəm ki, mən Nərgiz Mahmudzadə özünü sevən, özünə dəyər verən və bunun sayəsində dünyayı sevən, insanları sevən biri olaraq söyləyirəm. O qədər manipulə edilmişdim ki, illər əvvəl o biri dünyaya getməyə çalışırdım və bunun üçün planlar yapırdım. Çünki mən sabahımı görə bilmirdim, yarınımı görə bilmirdim. Mən heç kimə lazım deyiləm. Mən dəyərsiz bir insanam. Elə inandırırdım. Amma sonra elə bir şeylər oldu ki, yavaş-yavaş, heç kimsə bir anda dəyişməz. Tak, dəyişdim, elə bir şey mümkün deyil. Dəyişməyə çalışacaqsan, olmayacaq, axırda tutacaqsan, pes etməyəcəksən. Və indi o keçmişimi düşündüyümdə sadəcə gülümsəyirəm. Deyirəm, mən belə deyirəm özümə ki, mən hansı ağılla o qərar verməyə çalışdım. Və bunu da yaşamış biri olaraq sizə deyirəm, qızımıza da dedim. Dedim, sən həyatdan küsməyə çalışırsan, elə deyil. Amma sən unudursan ki, sən birilərinin gülümsəmənlə, sadəcə gülümsəmənlə birilərinin gününü gözəlləşdirirsən bir yerdə. Biriləri səninlə etdiyi dostluq üçün hər günə şükr edir, özünü şanslı hiss edir ki, mən haçan lazım olsa mənim yanımdadır. Gedirəm, haçan gedər ki, görüşərik, əylənərik. Biriləri sənin həyat tərzinə qibtə edir. Ay Allah, mən də belə olsa, mənim də belə bir həyatım olsa, özünə motivasiya edir. Biriləri sənin burnun, gözün, qaşın, bilmirəm, qolun, onları bəyənir. Ay, məsələ, nə bilim, qaşı belədir, gözü belədir. Görürsən, mən də elə ola bilərəm. Nə gözəl görünür. Biriləri sənin elədiyin zarafatı əzbərləyir, başqa yerdə deyir, o günü o çevrədə özünə, yəni belə daha da şənlik yaradır. Və sən bunu o anda manipulə edildiyin üçün o anda görmürsən. Elə bilirsən ki, dünyada heç kimə lazım deyilsən. Bunu unutmayın. Əgər biz dünyada heç kimə lazım olmasaydıq, Allah bizi bu dünyaya gətirməzdi. İcazə verməzdi. Hər insan, yenə deyirəm, qəddar insanın belə pərəstişkarları sevənləri var. Bir-iki insan sizin qəlbinizi qırır, öz o boş egosunu, boş qutu egosunu tatmin etməyə çalışır deyə, sizi əzməyə çalışır deyə, siz də o anda özünüzü dəyərsiz hiss etməyin. Biraz da özünüzü zorlayın, çabalayın və görəcəksiniz ki, yəni o anı, o qərarı vermədən əvvəl, həyatdan qopmaya çalışmadan əvvəl biraz da düşünün bu sözlərimi və görəcəksiniz ki, həyat əslində gözəldir. Bəli, çətindir, çətinliyi də gözəldir. Neyse, Samirə gəldi, qapını çalır, ora qapını ta döyür, durmur ki. Görürsən, imkan vermir danışımı. Görürsən, gəldim. Öpürəm sizi, bay bay, görüşək.